Portakal heç vaxt yeməmisiniz? Portakala qarşı biraz antipatiyam var. Antipatiya? Portakal sizə nə edib ki? Antipatiya nədir? Alergiyam var da. Alergiyanız var, niyə? Vardı. Görəndə də qorxursunuz? Biraz yola getmirik də. Yola getmirik, qardaş. Xahiş edirəm, bir də portakal var bizim. Sizə portakal gətirin görüm, niyə yola getmirlər? Bizim əməkdaşlarımızda çox rica edirəm. Hoş olsun, namınızın hoş olsun ey. Hoş olsun, əhvalınız xoş olsun ey. Bunu mən doğrasam, Mən gərək gözümü tutam sonra. baxın, Baxamıram, axı necə bax. baxa bilmirsiniz. Gəlin sizinlə belə şərt kəsək. Bugün ümumdünya səs günüdür. Səs. Bəli. Bilirdiniz. Dünya səs günüdür, bəli, bilirəm. Mən sizə o vaxtın sənətkarları deyirdilər, Karifey. Onların səslərini təqdim edirəm. Əgər siz o səsləri düz tapsaz ki, kimə məxsusdur, bu portakallar gəldiyi kimi gedir öz yerinə. Yox, əgər tapmasanız, o zaman mənimlə bərabər bunun yarısını siz, yarısını mən. Onda deyirsən oynama da. Bu oyunu oynama da deyirsən. Onda siz taparsınız məncə. Çalışaram. Sizdən tapdım səni, səndə də bilmədin məni. Vır-vır tanış gəlir, görəsən kimdir bu səs? Bu da çox tanış gəlir, görəsən kimdir bu səs? Bu da çox tanış gəlir, görəsən kimdir bu səs? Səsindən tapacaq. Deməli, birinci mahnı gəlsin. Köyün geri bax sən, yenə bax yenə. Öz eşqimə gələrəm mən. Zeynəb Xanlarovadır. Bizim Karifey sənətkarımız, gözəl sənətkarımız Zeynəb Xanlarova. Çox təəssüf edirik, siz artıq bu portakaldan yemək məcburiyyətində qalacaqsınız. Mən onun səsinə bənzətdim, Zeynəb xanımın səsinə Bənzətdiniz, bənzətdim. amma deyil. Tələsdiniz Sara Qədimova. Allah rəhmət eləsin. Allah rəhmət etsin. Sara xanım, Allah rəhmət eləsin. Növbəti musiqimiz gəlsin. Bu heç şey. Bahçalarda güller açar sarı. Aha, Elmira Rəhimova. Allah can sağlığı versin. Allah Bəli, sizə də can sağlığı versin. Amma çox təəssüf edirəm ki, mən heç yaxın gəlmirsiniz. Yo, Elmira Allah Rəhimova. rəhmət eləsin. Nəzakət Məmmədova. Aa, Növbəti. necə bənzir səslər bir-birinə. Bucağı mehriban vuqarı dağsan, çətin gündə mənə möhkəm dayaqsan. Evama vətəni, el-azad ölkəm, qəlbimdə daima yaşayacaqsan. Çox belə doğma səsdir, hə, və çox doğma səsdir. Çox doğma səsdir. Nigar xanım, siz kömək edə Qorxuram ki, yenə deyərəm. Dedim geçsin portakalı yesin evimizdə. Lazım deyil. Siz Leyla xanım kömək edə bilərsiniz əgər bilirsinizsə. Heç olmasa birində. Tanış gəlir mən. Yerdən kim danışsa 2 yazacağım onu. Bir deyil, bir versə bir yenə deyin. Valla, İslam müəllimin səsinə bənzəyir. İslam Bənzəyir. Rızayevin səsinə. İslam deyil. Amma İslam deyil. müəllim deyil ya. Qulu Əskərov. Allah əsgərov. Allah rəhmət eləsin. Növbəti. Mən bir bu yerdə bunu mütləq deməliyəm. Deməli biz bunu düşünəndə nə mahnı təklif edirlər redaktorlar. Deyirəm ki, yox, nə danışırsınız? İlkin onu birinci səsindən tapacaq. Nə mahnı göstərirəm ki, siz nə danışırsınız? Çox hamısını tapacaq. O qədər o qədər özümü qorxutmuşdum ki, keşke bilsəydim belə rahat başlayardıq buna. Növbəti. Pəncərənə qondu çiçək, o çiçək məndim, dilləndi avləpələr. Əsən külək, dinən külək. Allah rəhmət eləsin. Mirzə Babayev. Bəli, bu Mirzə Babayevdir. Bu başqa variant yoxdur. Tam əminsiz. Əminəm. Allah rəhmət eləsin həqiqətən də. Amma Anadolu Qəniyev. Bəli. Mən portakal gətir. Portakal gətir. Məncə siz yaxınlaşın bura. İlkin Dövlətov. Neçə illərdən sonra portakalla dostlaşır. Qardı mikrofonla gəlin mikrofon.
en sonuncunu təqdim edirik. En sonuncunu. Ağladım mən hicr yar ilə. Hakan Abdullayev, Allah rəhmət eləsin. Bəli. Hakan Abdullayev. Çox iş orasıdır ki, Axırıncı- bunu mən təklif etdim ki, bu 5-ini tapsa belə 4-ünü. Bunu heç vaxt tapa bilməm. Ya, inanın səslər o qədər bir-birinə yaxındır ki, Allah bütün həyatda olan sənətkarlarımıza can sağlıq Bəli, versin. bəli. Dünyada keçənlərə Allah rəhmət eləsin. Onları doğrudan da heç vaxt unutmarıq, amma səslər o qədər doğmadır ki, bəzən qarışdırmaq olur. Amma o səslər kömək oldu ki, siz bugün Portağalla barışırsınız. Dünya Səs Günündə İlkin Dövlət və alqışlarla bura dəvət edirikmi? Gəlin İlkin, gəlin zəhmət olmasa. Mən sizə necə bunu doğrayım ki, sizə rahat olsun? Yemək Əgər görəndə yaddan çıxır. Cəza varsa onu çəkmək lazımdır. Bəli, Mən bəli. 4 dənə tapa bilmədim. Ona Dörd görə dilim. də 4 dilim yeməliyəm. 4 hissəyə bölün bunu. Hər günləri barışıq olmalıdır. İndi Siz də portağalla burada barışın. təcili yardım falan varsa söyləyin. Var, hamısı var da biz çağırmışıq, hamısı buradadır, gözləyir sizi. Baxmayaraq ki, bugün gərgin iş rejimində çalışıblar onlar. Çünki Onlar onu ora qoyum yavaş-yavaş da, indi birdən-birə yox. birini burada yeyin, istəyirsiniz qalanını evə aparın. Amma birini görsünlər ki, siz həqiqətən də bunun birini... Amma doğrudan da bilmirəm. Mən çox təəssüf edirəm. Mənim məsələn sevmədiyim bir yeməklər var. Ya xoşlayır bu. Bəs eləyər məncə. Sən ki bunu elədin. Rəca, çox sağ ol. İlkin mən təşəkkür edirəm. Sağ olasın. Minnətdaram. Çox sağ ol. Çox sağ ol. Çox sağ ol. Barışdıq. Portağalla barışdıq.